Salam aleykum dostlar, hər vaxtınız xeyir olsun. Deməli, uşaqlar, xatırlayırsınızsa, mən 2 gün bundan qabaq yatırım sayt tanıtmışdım sizə, Can Mining saytı. Bu video ikinci videodur, yəni Can Miningin ikinci videosunu istədim çəkim. Niyə? Çünki ödəmə sübutunu göstərəcəm sizə. Yəni mən 3-4 dəfə ödəmə eləmişəm dostlar. Yəni ödəmə eləyir. Düzdür, yatırım tövsiyəsi deyil. Yəni mən yatırım tövsiyəsi olaraq çəkmirəm bu videonu. Yenə də yəni öz işinizdir. Yatırımlı saytdır. Yenə də yəni sonradan nə olacaq, nə olmayacaq, bunu çox adam yaxşı bilir. Yəni bir miqdar, qısa bir miqdar, az bir miqdar, yəni yoxlaya bilərsiniz şansınızı ki, nə qədər ödəyir, nə qədər, nə dərəcədə istifadə eləmək olar falan filan. Yəni yenə də yatırım tövsiyəsi deyil, yəni. İstəyirsiniz yatırım eləyərsiniz, yoxlamaq məqsədi ilə istəyirsiniz yatırım eləməyin. Mən yəni çox video oynatma listemdə mən çox yatırımsız saytlar tanıdıram dostlar. Prosto arada bir özümə görə belə yatırım saytlar çıxır, baxıram, xoşuma gəlir. 5-10 dollar belə yatırım eləyib, yəni yoxlayıram, yəni az da olsa biraz xeyir əldə etmək üçün uşaqlar. Demək ki, bundan qabaq çəkmişdim, videomu paylaşdım və ondan sonra biraz yatırımlar falan, çəkimlər falan elədim. Gördüm ödəmə eləyir və istədim ikinci videoda çəkim. Yəni kanalımızda bir çox videolar var dostlar. Yəni daxil olub bir çox saytlardan yararlana bilərsiniz. Bir də ki, dostlar çox xahiş edirəm. Yəni çox geridə qalmışıq. Görürsünüz, yavaş-yavaş videolar çəkib paylaşıram. Yəni kanala abunə olmağınızı sizdən xahiş edəcəm uşaqlar. Abunə olun ki və qarşıda da bildirim düyməsini açın. Yəni paylaşdığım videolardan xəbərdar olasınız. Yəni böyümək lazımdır uşaqlar. Yəni düzdür, böyüsək sizin sayənizdə kanal cəhətdən böyüyəcək. Amma dəstək olsa həqiqətən də sevinərəm. Yəni kanala abunə olmağı unutmayın, xahiş edirəm. Kanala abunə olun ki, yeniliklərdən xəbərdar olasınız. Deməli, daxil olum sayta. Burada görsədim mən sizə saytda nə var, nə yox. Deməli dostlar, sayta daxil oluruq. Yəni gördüyünüz eyni qaydada belə bir görünüşü var. İlk dəfə qeydiyyatdan keçəndə, bu arada qeydiyyatdan keçmək istəyənlər dostlar, videonun açıqlama bölümündə linki yerləşdirəcəm. Qeydiyyat linkini daxil olursunuz. Yəni çox sadə bir qeydiyyat prosesi var. Birinci videoda danışmışam hamısını. Yəni qeydiyyatdan keçirsiniz və belə bir bölüm açılacaq. Başlıqda bu 10.000 dollar sizi qorxutmasın ki, 10.000 dollarım var, çıxardım. Yoxsa da zor bunu özləri artırıblar bu qədər. Yəni gözə çox görsənsin deyə, istifadə edə biləsən deyə. 10.000 10 dollar var. Görürsünüz 10 dollar yatırım olub. Yatırım eləmişəm. 10.000 dollar da özlərindən var. Özləri əlavə edib. Yəni avtomatik olaraq, yəni belə deyim də sizə. Demo bir məbləğdir belə deyim. 10 dollar yatırım eləmişəm və 10 dollara uşaqlar mining makina var burada və o yatırımdan sonra görürsünüz burada birinci minerlar var. 10 dollar birinci paket. 10 dollardan 70 dollara qədər yatırım edirsiniz, sizə gündəlik 18% verir. 18% verir. Məsələn, mən 10 dollar yatırmışam, mənə gündə 1 dollar 80 sent, 80 sent verir yəni. İkinci mining da var, 70 dollardan 400 dollara qədər 20% günlük gəlir. Üçüncü miner 400 dollardan 1000 dollara qədər 22% gəlir və 1000 dollardan 5000 dollara 24% gəlir və ən axırda 5000 dollardan 20000 dollara 26% gəlir. Təbii ki də, yəni bu qədər böyük bir məbləğdə yatıra biləcək bir adam, yəni inanmıram olsun, çünki məbləğlər çoxdur uşaqlar. Yəni bu yatırımlı tipli saytlarda yəni çox getmir. Yəni gedir 10-15 gün, maksimum 1 ay, 2 ay. Yəni tələsmirsənsə, yəni başdan birincidən elə saytı tanıyırsansa, açılan kimi yəni sayta girib yatırım eləsən, biraz xeyir tutmaq olar. Bu saytı təzə açılıb, yəni bir həftə falan olmaz, bir həftə ancaq olar belə deyim sizə. Yəni bu gedər bəlkə də indən belə bir ay falan gedər. Yəni yatırım eləyib yoxlamaq istəyərsinizsə, az bir məbləğ yatırım eləyib yoxlaya bilərsiniz uşaqlar. Yəni məsələn 10 dollar, ya 20-30 dollar, 50 dollar, yəni gündə 18% xeyir verir sizə. Və ortadakı mining tool var dostlar. Mining tool görürsünüz, burada telefon kimi zərətka göstərir burada. Yəni gündə hər bir gündən bir toplanır. Baxın məndə 1 dollar 80 sent toplanıb burada. Və mən Tobe Collect'ə basıram və gördüyünüz kimi mən pulum avtomatik keçdi balansıma. Bunu yeniləyək. Avtomatik mən pulum keçdi balansıma. 1 dollar 80 sent. İndi bunu çəkimi də göstərəcəm sizə. Baxın 10 dollar yatırım. 10 dollar yatırım və gündəlik gəlir 1 dollar 80 sent. Yəni 10 dollar yatırırsınız, gündə 1 dollar 80 sent, 2 dollara yaxın pul alacaqsınız buradan. Takım da var dostlar. Mənim 4 dənə referalım var. Görürsünüz 4 dənə referalım var. Bir referalı mənim 10 dollar yatırım eləyib. Ondan da 80 sent gəlib mənə. Və M var burada. M də yəni profil.
Yəni uşaqlar, burada bir də bir şey deyim sizə. Yəni burada security passport var. Yəni ki, ya bunu türk dilinə çevirə istəyirsiniz. Rahat olsun da yəni. Hə, giriş şifrəsi var. Yəni güvənlik şifrəsi, estağfurullah uşaqlar. Yəni bunu siz yaddan çıxartmayın. Çünki pul çəkməyə lazım olacaq bu sizə. Bu güvənlik şifrəsi və saytın müştəri xidmətləri haqqımızda falan hər şeylə detallı tanış ola bilərsiniz. Deməli uşaqlar, mən sizə gəlin ödəmə sübutunu göstərim. Deməli, bu yenidən şarj et, yəni yatırım eləməkdir. Bu kriptolarla yatırım eləyib, balansınızı artırıb, girib buradan mining ala bilərsiniz. Deməli, gəlin mən ödəmə sübutunu göstərim sizə. Deməli uşaqlar, birinci videoda mən o balansında olan pul çıxarda bilərdim. Sadəcə olaraq orada kommentlərdə oxudum ki, yəni mən TRC 20 ilə çəkmək istəmişəm. Bu da 20 dollardır, amma halbuki minimum məbləğ BEP20 ilə 1 dollar 50 sentə çəkə bilərdim mən bunu. Mən də yadımdan çıxıb çəkə bilməmişəm. İndi göstərəcəm bunu da sizə. Gəlin sübutu göstərim sizə. Bu yatırım göstərişidir. Baxın uşaqlar. Hər gün girib mən kollekt eləmişim. 1 dollar 80 sent, 1 dollar 80 sent, şarj indirimi. Kimsə yatırım edib 80 sent mənə gəlir. Keçən dəfə baxın para çəkmək keçəncə 6 dollar 20 sent dostlar. Baxın. İndi bu sübutunu da göstərəcəm sizə. 6 dollar 20 sent mən çəkim elədim uşaqlar. Anında gəldi oturdu mənim hesabıma. Anında, yəni saniyə belə çəkmədi. Elə buradan düyməni bastım. Sırası walletdən xəbər gəldi ki, pul gəldi, yatdı. Yəni ödəmə edir uşaqlar. Gəlin indi balansımızda olan pulu çəkək. BEP20 olaraq çəkəcəm. Adres burada avtomatik olaraq yazılır. Deməli tümünü basıram dostlar. 1 dollar 80 sent güvənlik şifrəsini yazıram. Güvənlik şifrəsi yazandan sonra dostlar burada onaylamaq var. Onaylamaq düyməsini basıram və para çəkmə başarısı. Baxın, para çəkmə başarısı pul hesabımdan çıxdı. İndi yuxarıda bildirimlərə baxın uşaqlar. Binance-dən bildirim gələcək anında mənə ki pul yatdı. İndi anında göstərəcəm. Videonu saxlamaq istəmirəm. Bu nə idi, hara girdi? Yəni dostlar, bildiyiniz kimi, yəni baxın dostlar, gördünüz? Baxın. Deposit processing 1 dollar 80 sent. Gördünüz dostlar, anında gəldi. Yəni indi Binance-a daxil olacağam, ödəmə sübutlarını da göstərəcəm və yatan pulu da göstərəcəm sizə. Baxın uşaqlar, 1 dollar 80 sent. Saata da baxın, 2025-ci il 4-cü ayın 11-i. 15-14. Baxın, gördünüz dostlar, konfirm olmalıdır. Bu da ki uşaqlar depozit, bayaqlam göstərdim 6 dollar 20 sent yatırım. Yatırım eləmişəm, anında gəlib çatıb. Və ondan sonra da 1 dollar 80 sent, yenə də 1 dollar 80 sent götürdüm. Gördünüz uşaqlar, yəni tam olaraq mən sizə deyə bilərəm ki, yəni ödəmə eləyir. Yəni istifadə eləyə bilərsiniz istəsəniz. İstəsəniz sadəcə uşaqlar, yəni bir yatırım tövsiyəsi deyil bu, yenə də deyirəm. Yəni yatırım saytlarında biraz diqqət eləmək lazımdır. Yəni belə. Videomuz bu qədər dostlar. Yəni izlədiyinizə görə təşəkkür edirəm. Kanala abunə olsa uşaqlar, həqiqətən də çox sevinərdim. İzlədiyinizə görə təşəkkürlər. Yeni bir videolar gələcək uşaqlar. Sağ olun, salamat qalın.